Salam əziz izləyicilər, əziz və dəyərli izləyicilər. Hər birinizi xoş gördüm. Salamlayıram hər birinizi. Neçə gündür efirə çıxmırdım, üzrlü sayın. Bu gün vaxt tapıb, zaman tapıb istədim elə sizlərlə bu zamanın vaxtını görüşəm və belə bir mövzuya keçəm. Kortizol adlı hormon haqqında danışmaq. Yəni həmişə dediyim kimi, indi təkrarlamaq məcburiyyətindəyim ki, yəni tibblə psixologiya elmi sahəsi, yəni birindən uzaq elmlər deyil. Yəni bunlar əllə gedir. Yəni belə demək olsa qola gedən bir necə deyirlər, sahələrdə elmdir. Ona görə ki, həm tibbdə, həm psixologiyada insan beynindən məşğuldur. Yəni psixologiya elmi də, tibb də. Yəni insan beynindən məşğul olan elmlərdir. Ona görə istədim belə bir mövzuya toxunam. Kortizol adlı. Yəni kortizol hər biriniz olmasa belə, əksəriniz əminəm ki, eşidib, əziz izləyicilər, bu hormon haqqında. Tibbdə hətta bunu ölümcül hormon adlandırırlar. Ona görə bu kritik durumlarda, gərgin vəziyyətdə, yəni sözü Mustafası stres faktorunda ifraz olunur insan orqanizmində və ifraz dediyimizdə öncədən bildirmək istəyirəm ki, bu hormon ifraz olunur böyrək üstü vəzdə. Bildiyimiz kimi insanın iki dənə böyrək üstü vəzi var və orada ifraz olunur kortizol hormon. Bunu hətta adlandırırlar ölümcül hormon. Və bu hormon ifraz olunanda kritik durumlarda, stres faktorunda, yəni stres yaşadığı insan gərgin vəziyyətdə belə bir fəsadlar, yəni fəsadlar deməyim, yəni belə bir yəni funksiyalar olur orqanizmdə. Yəni kortizol bədəndə ifraz olunanda nələr baş verir? Nələr baş verdiyini indi izah edəcəm. Birincisi, insan bədənində ürək döyüntüsü çoxalır. İnsanda tənginəfəslik olur. İnsanın qanı duru vəziyyətdən qatı vəziyyətə keçir. Yəni sözüm ondadır ki, qatlaşır qan. Maddələr mübadiləsi sürətlənir. Kortizol yarananda bədəndə, yəni çoxlu faizi ifraz olanda böyrək üstü vəzi. Yəni bu hormon dediyim kimi ölümcül hormondur. Yəni bu stres faktorunda kritik gərgin durumlarda ifraz olunur böyrək üstü vəzi. Və bunu ifraz edən böyrək üstü vəzidə ancaq bunu necə deyirlər, tənzimləyən beyindir. Bunu ifraz edib böyrək üstü vəzi, amma təmizli beyindən, yəni bu kortizol adlı hormon, yəni bayaqla dediyim kimi, yəni niyə qan qatılaşır? Ona görə ki, yəni stres faktorunda 3 dənə növ var, yəni 3 dənə funksiya var stres faktorunda. Ya dayanmaq, ya qaçmaq, ya da ki mübarizə eləmək, dalaşmaq. Yəni insan fikir versə, ya heyvanlar aləmindəki stres faktorunda kimsə ki özünü ölüyə vurur, tərpənmir. Yəni əksər heyvanlar görürsünüz ki, yəni yırtıcıdan qorunmaq üçün özünü ölüyə vurur. Yəni dayanmaq və yaxud da ki qaçırlar və yaxud da ki mübarizə edirlər, yəni dalaşırlar stres faktorunda. Yəni bu funksiyanı daşıyır ki, yəni kortizol bu proseslərdə çox faizli ifraz olunur. Ona görə ürək döyüntüsü çoxalır, qan qatılaşır. Qan qatılaşır ona görə ki, insan yaralansa və yaxud da ki heyvan ümumiyyətlə maye olan qan, duru olan qan zədələn vaxtı axa bilər çox faizli. Amma qatılaşanda qanaxma elə olmur. Ona görə stres faktorunda orqanizm kainat insanı elə yaradıb ki, yəni bütün canlıları Allah elə yaradıb ki, yəni bu funksiyanı görürsünüz necə nüanslar var, yəni dərinliklər ki, yəni qan qatılaşır, elə qan çox axmır bədəndən. Ona görə qan qatılaşır. Yəni ürək döyüntüsü çoxalır, damarlar genişlənir, onunla əlaqədar da yəni kortizol ifraz olunur, adrenalin ifraz olunur. Sonra belə bir proses deyə bilərəm ki, yəni maddələr mübadiləsi tezlikləşir, elə bir sürətlənir. Yəni maddələr mübadiləsi yağdır, zülaldır, parçalanır. Ümumiyyətlə kortizol ifraz olunan zaman glukoza ifraz olunur, şəkər orqanizmdə çox böyük sürətlə. Yəni bütün bu glukoza parçalanır, beyinə gedir, yəni qana solunur və beyinə gedir.
Ümumiyyətlə bu kortizol adlı hormon çox böyük funksiyası var. Ümumiyyətlə həm onu demək istəyərdim ki, yəni bu ən çox ifraz olunur səhər vaxtları. Ən çox səhərlər ifraz olunur kortizol. Saat 6-dan 8-ə kimi yəni bunun pik vaxtıdır. Maksimum vaxtıdır ki, ifraz olunur. Və get-gedə günün ortasında azalır, axşama doğru ümumiyyətcə azalır. Amma gecə yatanda təmiz azalır. Ona görə də insan rahat yatar. Gecələr onun faizi miqdarı azalır kortizol. Ona görə gecələr insan rahat yatar. Amma səhərlər saat 6 və 8-ə qədər, saat 6-dan 8-ə qədər ən çox ifraz olunan vaxtıdır kortizol hormonu. Yəni dedim ki, bu ölümcül hormon adlanır tibbdə. Həkimlər, alimlər bunu belə adlandırırlar hətta. Yəni bu proseslər baş verir insanlar. İnsan görürsünüz ki, stres faktorunda kortizol çox fazla ifraz olunduğunda orqanizmdə fikir etsiniz, insanların əksəri, yəni çoxsu yox, əksəri yemək yeyirlər. Yəni bununla özlərini sakitləşdirirlər. Ona görə kortizol çox fazla ifraz olunur orqanizmdə. Və qısadım elə qısa da olsun gün mövzunu buna toxunam, kortizol haqqında danışam. Qısaca belə bir neçə dəqiqə istədim elə vaxt ayırım, zaman ayırıb sizlərlə bunu bölüşəm bu haqda. Çox sağ olun izləyicilər, dinlədiyiniz üçün. Mənim Instagram səhifəmi, TikTok səhifəmi, hər birinizə təşəkkürlər. Allah'a əmanət olun, Allah qorusun hər birinizi, inşallah sağlıq olsun, görüşərik. Allahın hükmü ilə, izni ilə.